Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 102 Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Biz bugün yenidən Ucar rayonunun Qazqumlaq kəndindəyik. Çox təəssüf ki, kənd icra nümayəndəsi ilə əlaqə saxlasaq da bizimlə görüşdən imtina etdi və qəribə bir mənzərə alınır. Kənd icra nümayəndəsi, kənd bələdiyyəsi iş saatlarında öz yerlərində yoxdular və hamısı məsuliyyəti öz üzərlərindən atırlar. Və belə bir sual meydana gəlir. Əgər sən vəzifəni boynundan atırsansa, onda sənə kənd icra nümayəndəsi vəzifəsini kim həvalə edib? Əgər sən vəzifə borclarını yerinə yetirmirsənsə, sən media işçilərinin haqlı iradlarına reaksiya vermirsənsə, baxın, mən sizə bir mənzərəni çəkim. Deməli, bələdiyyə və icra nümayəndəliyinin mədəniyyət evinin kompakt yerləşdiyi bir ərazidəyik. İlk baxışdan nəzərimizi baxımsızlıq cəlb edir. Bu, birbaşa Ucar rayon icra hakimiyyəti başçısının Qazqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən mərhum prezidentimiz Heydər Əliyev cənablarının abidəsidir və abidənin kənarındakı baxımsızlıq nəzərimizi həmin an çəkir. Və mən bir daha qeyd edeyim, görəsən kənd icra nümayəndəsi, kənd bələdiyyəsi bu yolla keçmirmi? Həyatını Azərbaycan xalqının rifahına sərf etmiş, həsr etmiş bir dövlət başçısının abidəsinə belə bir hörmətsizlik Azərbaycan xalqına hörmətsizlik deyilmi? Baxın, məncə şərhə ehtiyac yoxdur. Qazqumlaq kəndi, bir daha qeyd edeyim, Ucar rayonun ən böyük kəndlərindən biridir. Biz bayraq dirəyindəki bayraq olmayan dirəyi, hətta belə deyərdim, sizə artıq təqdim etmişdik. Bir daha qeyd edim, çox təəssüf ki, kəndin məsul işçiləri, kənd bələdiyyəsi, kənd icra nümayəndəsi bizimlə görüşdən imtina edir. Bununla artıq neçənci dəfədir biz bu kənddə oluruq, amma onların heç birini tapa bilmirik. Axtarışa başlayırıq. Görək, kəndə cavabdeh olan şəxslərdən heç olmasa bir nəfəri qarşımıza çıxa bilirmi? 102 Xəbər Info, Inform Xəbər TV'nin informatoru Nəzakət Rüstəmova və Zakir Ələkbərov.